Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Bax gördüyünüz 130 baş bax belə şişəkdir. Heyvan da yaylaq qışlaq heyvanıdır. Bax içində hardasa demək olar ki 100-dən yuxarısı bax belə birinci balya doğacaq inşallah. Heyvanda yəni yetirmiş heyvanlarımız da var. Bax dişlərini görürsünüz əziz izləyicilər. Bax 4 dənəsi də başlayıb inşallah doğub. Bax içində yəni əysəriyyət heyvan belə quzu dişlidir də baba. Əysəriyyəti belə birinci qarnındadır. Bax gördüyünüz ulu boyu çoxsu yəni toğuludur da. Yəni hardasa demək olar ki elə bir 50-yə qədəri boğaz toğuludur. Kim alsa Yetikdir. bax 2-3 günə doğasıdır birinci qarnı. Bax yelinə də baba. Bax maşallah olsun. Heyvan bax görürsünüz əziz izləyicilərimiz. Hamısı xamış şişə. Yəni içində bir 80-90 nəsə doğmamış bax belə birinci qarnına bax belə şişəklərdir. Gəl bura. Yəni qiymatın kom da düzəlişib vermək olar, hissə də satmaq olar. Toğludur bax bunlar. Bu gün də mart ayının 25-idir, 2025-ci il. Allah kim alsa xeyir versin. Heyvan da yəni dediyimiz kimi yaylaq qışlaq heyvanıdır. Hamısı qızıllarlı, bu da qaraxan heyvanlardır. Bax maşallah olsun, görürsünüz əziz izləyicilərimiz. Bax Luboyun ağzında quzu dişi var, Luboyun. Bax bunlar hamısı birinci qarına doğacaqdır, bax bunlar. Hamısı da qulaqlı heyvandır da. Yetiyi Yəni də çoxdur, yetiyi. ildə də heyvan yaylağa gedib gəlmiş heyvandır. Şimdi 60 tane de kızıl yığım. Maşallah elə dünəndən bəri bir 4 dənəsi doğubdur. Başlayıb doğub. Bax bunlar hamısı şişəklərdir.